Salam değerli izləyicilər, əziz dostlar, hamınızı xoş gördük. Ağdəyəm Binə qəsəbəsi. 218 nömrəli məktəbin tam arxasında. Buradan Ülvi yolla gəlmək olur. Buradan 218-in iki yolun arasında məktəbin arxası dövlət suyu, qazı işığı olan yaşayışlı bir ev sizə təqdim edəcəm. Qonaq otağıdır. Qızdırılması kom xətlərinin yeri var. Amma ekonomluğa görə ilan peçindən istifadə olunur. Ev əşyalı satılır. Gördüyünüz əşyalarla bir yerdə satılır. Bura diğer bir otağımız. Gördüğünüz gibi bura bir yatak otağıdır. Burada yani termometre da var. Yani bunlar da hamısı demek ki evin üstünde verilir. Bura sanitarlarla sanılır. Sen şuranı qəşəng göz oxşayan kafeler var. Yani evin remontu şahsi remont. Keçid ağırlıq evimizin diğer bir otağı. Bu da evimizin diğer bir otağı. Otağın ölçüsü 3,5 başlayır. Bax keçək mətbəxə. Ev hazırdır. Pramoy, köç, yağ, şam. Evimizin mətbəxi. Bu stol oturmağa yeri var. Çörək, paltaryanı var. Mətbəx mebeli var. Xaladenlici var. Yəni xaladenliyinə kimi hamısı var. Keçid ağırlıq evimizin həyətinə. 7 daş kürsülü. Evimizin baş kürsülü. Evin çöl görünüşünü gəlpərini çəkin. Və ehtiyat süsəni var. Bitmin ehtiyatı var. Kombi xətlərinin yerdən qaydasındadır. Sarğaclardan da qazında sarğac var. İşığında sarğac var. Sonra dövlət suyudur. Yəni sarğaclar hamısı var. Ev varsa 2 ilə yaxında yaşayış deyib. Qiymət, yəni satılan qiyməti də 8 min. Ünvan, Binə qəsəbəsi 218 nömrəli. Məktəbin arxasında. Bizi izlədiyiniz üçün təşəkkürlər.